Miladdan sonra 2026-cı il fevral ayının sonu başlamış İrana qarşı Birləşmiş Ştatların İsrail ilə birlikdə hərbi əməliyyatları, hərbi zərbələri müasir Roma imperiyası, Birləşmiş Ştatlar siyasi hədəflərinə, hərbi, strateji, siyasi hədəflərinə çatmadı. İranı məğlub etmək mümkün olmadı. Xüsusilə də Amerika Birləşmiş Ştatlarının regionda olan, yaxın şərqdə olan hərbi obyektlərinin, İsrailin öz ərazisinin İran tərəfdən cavab zərbələrinə ciddi şəkildə məruz qalması, təsirli zərbələri hər dəfə hücum edənlər tərəfindən hərbi əməliyyatların dayandırılmasına, məcburi şəkildə dayandırılmasına gətirib çıxarır. Artıq bir neçə dəfə yenə sülh danışığı adı ilə Avropadan ya Asiyadan, Filippindən hərbi sursat gətirib yenə də zərbə endirirlər, hücum edirlər. Yenə də uğursuz olurlar, yenə də deyirlər Vaşinqtonda ki, yenə də sülh danışıqları eləyirik və vaxt qazanmağa çalışırlar. Bu dəfə isə hərbi sursatlarının artıq olmadığını onlara özlərinə yaxın rəsmi informasiya vasitələri artıq bunları bildirirlər. 20-ci əsrin 60-70-ci illərində Vyetnamdakı müharibədə ABŞ-ın belə bir siyasi xətti var idi. Asiyalıların əli ilə öldürmək. Vyetnam müharibəsi rəsmi olaraq ABŞ-ın məğlubiyyəti ilə bitib. Lakin ABŞ 50, bəzi mənbələr 56 min itki verdiyini qeyd edirlər. Lakin Vyetnam xalqı 3 milyon qurban verib. Bunun 2 milyonu dinc əhalidir. Vyetnam iki yerə bölünərək bir-birini öldürüblər Amerikan maraqları üçün. Bu siyasəti bizim eradan əvvəl, miladdan əvvəl 2-ci əsrin əvvəllərində Roma imperiyası Anatoliyada işğalları həyata keçirərkən bu siyasət edilirdi. Yəni yerli Pergamon adında bir dövlət qonşu dövlətlərə qarşı müharibə elirdi və bununla da Roma imperiyasının Anatoliyada işğalçılıq planlarını möhkəmləndirirdi, həyata keçirirdi. Bugün isə Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi zərbələri, İranın çox yüksək şəkildə öz coğrafiyasından istifadə etmək, sürətli şəkildə digər müttəfiq dövlətlərlə, Çinlə, Rusiya ilə mübadilə etməsi, informasiya və yaxud hərbi məhsulların mübadiləsi məsələsində çox sürətli davranması onun bu hücum qarşısında ciddi müqavimət göstərməsi ilə nəticələndi. İndi isə müasir Roma imperiyası, Birləşmiş Ştatlar, Amerika Birləşmiş Ştatları indi də yerli region dövlətlərindən istifadə edərək, xüsusilə Türkiyədən istifadə edərək, yaxın şərqdə onun bayrağı ilə, onun Türkiyənin deməli adı ilə öz planlarını həyata keçirməyə başlayıb. Ukraynada olan müharibə Rusiyanın diqqətini, resurslarını, bütün gücünü, qüvvəsini yaxın şərqdən çəkib Ukraynaya deməli fokuslamasına səbəb oldu. Rusiya buradan bütün qüvvələrini çəkdi. Suriyadan Bəşər Əsədi dəstəkləyə bilmədi və Türkiyənin dəstəklədiyi terrorçu birliklər, hansı ki bu terrorçu birliklər də bir-birini qırırdılar, bir-birinə mübarizə aparırdılar, öldürürdülər,
eyni halda Əsəd hökumətinə qarşı döyüşürdülər. Bu terrorçuların hakimiyyətə gəlməsini təmin etdi. Özü müxtəlif 15-ci ildən sonra müxtəlif adlar altında hərbi əməliyyatlar keçirib Suriyanın BMT tərəfindən tanınan ərazilərinə girib indiyə qədər də heç bir bəraət vermək məcburiyyəti hiss etmədən nəzarətdə saxlayır. İsrailin İrana zərbələri, Hizbullaha zərbələri, İsrail əlbəttə ki, İranın mövqelərini zəiflətdi, diqqətini özünün müdafiəsinə çəkdi. Lakin indi İsrail üçün bu vəziyyət, şərait necə inkişaf edəcək? Türkiyə özünün Osmanlı imperiyasının torpaqları iştahına mı düşəcək? Bu onun üçün yeni bir problem, təhlükə mi yaradacaq Suriyada, Yaxın Şərqdə? Yoxsa hər şey elə göründüyü kimi Roma imperiyasının nəzarəti altında Türkiyənin kontrolündə Amerika Birləşmiş Ştatlarının neoliberal iqtisadi zonasına tabe etdiriləcək. Digər tərəfdən Qafqazdakı İsrailin mövqeləri gələcək üçün sual altındadır. İran əgər bu müharibədən salamat çıxacaqsa, Qafqazda İsrailin mövqeləri nə olacaq? Rusiya Ukraynada ilin sonuna qədər müharibəni öz xeyrinə inkişaf etdirə bilsə, Qafqazda Amerikanın mövqeləri, xüsusilə Ermənistanda necə olacaq? Və Çin orta yol, orta dəhliz adlanan məsələni inkişafını kiminlə əməkdaşlığa istiqamətləndirəcək? Yəni, ABŞ-ın nə qədər mövqeyi, payı olacaq burada? Rusiya Yaxın Şərqə qayıtmaq istəyəcəkmi və yaxud qayıtmaq istəsə burada müttəfiq İsraili mi görəcək Türkiyəyə qarşı, yoxsa İranın təsiri, əgər bu müharibədən sonra İranın təsiri Qafqazda artsa, İsrailin mövqeləri zəifləyəcəkmi? Zəifləyəcəksə, İsrail Rusiyadan bu mövqelərin bərpası üçün bir xahiş, bir kömək istəyəcəkmi? Və o ki qaldı o Kürd məsələsinə. Bugün Kürdlərin maliyyələşməsi hələ ki heç kimin marağında deyil. Rusiya Yaxın Şərqə qayıtmaq planını yəqin ki bugün onun prioriteti deyil. Hələ ki İranın gücü ilə cənub sərhədlərini, cənub cəbhəsini saxlamağa çalışırlar. Türkiyənin mövqeləri əlbəttə ki Yaxın Şərqdə güclənir. İsrail üçün arzu olunan olmasa da Türkiyə bütün hallarda nəzarətdən kənar addımlar atmayacağını nəzərə alsaq, İranın Qafqazdakı mövqeyinə Türkiyənin münasibəti nə olacaq? Türkiyənin Yaxın Şərqdə artan nüfuzu Rusiya ilə münasibətlərə necə təsir edəcək? Rusiya bunun əvəzini Qafqazda, Zaqafqaziyada türkləri Türkiyənin buradan silib atmaqla
bunun intiqamını alarmı? Almazsa bu ya bir halda mümkündür ki Türkiyədən ciddi güzəşt alıb Türkiyə bunun qarşılığında nəsə verəcək, ya yaxın şərqdə, ya da ki Ukraynada yəqin ki Rusiya uduzmalıdır ki, ciddi şəkildə uduzmalıdır ki Türkiyə Rusiya qarşısında bu qədər güzəştsiz meydan oxuya bilsin, güzəştsiz şəkildə öz mövqelərini diktə edə bilsin. Və hələ ki Osmanlı ərazisində yenə də o Fəraddan qərbdəki Bizans, Roma imperiyası Fəraddan şərqdə olan xalqların həyatına yenə də başağrı problem olmaq şansı yaranıb və bu İstanbul, Bizans, Konstantinopol, Rum imperiyanın Fəraddan şərqdə olan ərazilərdə əhalinin birbaşa təhlükəsizliyinə təhdid ola biləcək vəziyyət yaranır. Xüsusilə artıq İraqda müxtəlif müqavilələrlə Türkiyə çalışır ki, nüfuzunu artırsın. Əlbəttə, indi bu bir günə elə İran İslam Respublikasının oradakı nüfuzunu elə bir günə azaltmaq mümkün deyil. Çünki bu hər halda Fəraddan artıq şərqdəki torpaqlardır və bu tarixən İranın nüfuz dairəsidir. Nəzərə alsaq ki, Livan uzaqdadır, orada Hizbullaha diqqət ayırmaq olmur. Buna baxmayaraq hələ də Hizbullah orada ciddi qüvvədir. Amma İraqda fəaliyyət göstərən Şiə silahlı birliklər təxminən 200.000 belə göstərilir onların sayı. Lokal mübarizə aparırlar. Monolit olmasalar da müxtəlif axundların tabeliyində, müxtəlif Şiə din xadimlərinin tabeliyində, amma ayrı-ayrı istiqamətlərdən birbaşa Tehrana bağlıdırlar və Tehran müxtəlif vasitələrlə, xüsusilə də bu Həşd-i Şabi, yəni birliklərlə Şiə bir qüvvə, bu həm əhalini, həm bu əhalinin dəstəklədiyi bu silahlı birlikləri Bağdad hökumətinə təsir etməyə çalışır. Bugün Bağdad hökuməti müxtəlif variantlarla doğrudan da İranın diktəsindən də yayınmağa çalışır, çıxmağa çalışır. Zeydi hökuməti və lakin əlbəttə ki, orada Türkiyənin nüfuzunun artmasını özlərinə problem görən Kürdlər də var, lakin özlərinə problem görən Kürdlərə beynəlxalq dəstək daha azdır. Nəinki türklərlə əməkdaşlığın tərəfində olan Kürdlər, yəni bu xüsusilə daha təşkilatlanmış Kürdlərdən gedir söhbət, daha güclü beynəlxalq əlaqələri olan Kürdlərdən gedir söhbət ki, bu da İraqın şimalındakı artıq bir siyasi instituta çevrilmiş Bərzani və ətrafındakı Kürdlərdən gedir söhbət. Orada yaxın şərqdə mövqeləri Osmanlı imperiyanın əleyhinə çevirmək Ukraynadakı müharibədən
çox asılıdır. Çünki həmişə Rusiya imperiyası Avropadakı müharibələrini bitirdikdən sonra Osmanlının deməli siyasi avantüralarının qarşısını almağa başladı isti dənizlərdə. Bu o vaxt oldu ki, həm Polşa ilə, həm İsveç ilə bütün hesabları bağladıqdan sonra Rusiya imperiyası cənuba, isti dənizlərə Osmanlı imperiyası ilə hesablaşmağa deməli diqqət ayıra bildi. Hələ ki Ukraynada müharibə gedir. Baxmayaraq ki, cüzi olsa da, böyük itkilər hesabına olsa da, müharibə Rusiyanın üstünlüyü ilə gedir. Həm sahədə, cəbhə xəttində, yəni irəliləyən tərəf Rusiyadır. Həm də hava qüvvələrinin vurduğu zərbələrin effektiv təsirinə görə. Amma məsələ Ukrayna nə vaxt təslim olacaq məsələsi deyil. Ukrayna təslim olması və yaxud olmaması ona dəstək verən, bu müharibəni uzatmaq istəyən neoliberal kapitalizmin, daha doğrusu transformasiya edilmiş kapitalizmin, bu artıq bir istehsalçı kapitalizm deyil, bu dünyanı qul etməyə çalışan, transformasiya olunmuş kapitalizmdir. Bu kapitalizmin maraqları tələb eləyir ki, sadəcə onlara müqavimət göstərən, bu sistemdən kənarda heç bir qüvvə olmasın və həmin qüvvələr elə öz coğrafiyasındakı insanların əli ilə məşğul edilsin. Yəni yenə də Asiyalıların əli ilə məsələsi, Slavyanların əli ilə. Bugün də Türkiyənin əli ilə İraqda, Suriyada İranın nüfuzuna zərbə endirməyə çalışır Birləşmiş Ştatlar və əlbəttə çox təəssüf ki, Osmanlı imperiyanın xəyallarını quran Ankara hökuməti bu şirin vədlər qarşılığında yenə də xüsusilə region xalqlarının həyatına bu təhlükəli gedişləri eləyir və bu xalqların həyatı üçün çox məsuliyyətsizcəsinə burada təhlükəli şərait yaratmağa addım atır, göz yumur. Uzun müddət tənqid etdiyi İsraildən daha çox indi Ankara hökuməti bu təhlükəni yaradır.